Salam aleyküm. Bu günlərin bir də aldanmış bir müştərimiz var, xanımdır. Xanım bir yana bir neçə əziyyət çəkib, ustalarla rastlaşıb, bir neçə problemlərlə qarşılaşıb. Pirbo eləyən Malibu, belə deyim, motor problemi diaqnoz qoyulan Malibu, belə deyim. Salam, xoş gəlmişsiniz. Deməli, bu maşının sahibi xanımdır. Xanım dövlət işçisi olduğuna görə özü düşünür, nömrəni də o yüzden bağlamışıq, yoxsa deyir ki, Ürəkli xanımdır. Deyir, problem yoxdur, kameranın qarşısında danışa bilərəm. Siz o ehtiyat sitəsini mən deyəndə verərsiniz mənə, korobka ilə deyirəm. Deməli, bu maşında nə problemlər olur, əvvəlcədən danışaq. Salam, xoş gəlmişsiniz, əvvəlcə buyurun. Salam, bu maşını alanda, yəni belə deyək, yoxlatdırıb almışdım. Yəni maşında heç bir problem yox idi. 1-2 ay müddət qılıb sürdüm, hər şey qaydasında. Sonra başladı maşında bəzi problemlər yaranmağa. Təbii ki, mən də xanımam, detallardan anlayışım yoxdur. Kiminsə məsləhəti, başqa bir insanların məsləhəti ilə fərqli ustalara yaxınlaşdım. Onların hərəsi bir diaqnoz qoydu. Belə deyək də, mən də yenə də həmin o problemləri müəyyən miqdarda həll elədim. Amma yenə də maşını hiss edirdim ki, o deyil. Yəni, yaxşı sürə bilmirəm. Maşın elə bir ki, yəni belə deyək də, düzgün məni ünvanıma çatdırmır. Ona görə də, yəni mən məcbur oldum ki, güvənlidir, hara gedə bilər insan. Axtardınız, tapdınız, gəldiniz. İlk dəfə servisin özünə getdiniz. Servisin özünə də getdim. Hətta orada mənə qoyulan diaqnoz belə oldu ki, baxmayaraq ki, servizdir. Halbuki həmin servizdə yoxlatdırıb bu avtomobili almışam. Onlar mənə deyirlər ki, məsəl üçün, bu maşının motorunun belə deyək, çox belə problemlər var. Müəyyən, məsəl üçün, parçuntadır, digər detalların haqqında diaqnotik bir anlayışım yoxdur. Bu detalları dəyişəndən sonra da bu maşının motoru onsuz da haçansa dağılacaq, çox az qalıb ömrünə. Bu maşını mən sizə məsləhət görərdim ki, başınızdan rədd edin. Haçansa mən də öləcəm. Haçansa bu motoru bəli dağılacaq, amma bilinmirəm Mən sandım. 4 aydır bu maşını sürürəm, yəni belə deyək. Motorda sizin səhv diagnostika vasitəsilə aşkarlayan səhvlər ondan ibarətdir. 0013, 0014 səhvlərini verir. Parçuntalara aparıntılıyım. Bir də üstdən çıxan sizə ehtiyat hissələri var idi, bağazda da onlar. Mən ona fikir verə bilmədim. Siz dediniz, indi mən dediniz, üstdən çıxma ehtiyat hissələri var, mən də. Üzərindən belə deyək, sveçalarım dəyişib. Bu turniyə sveçaları sizə göstərmək istəyirəm, hansılar qoyublar. Parçuntalar? Yox, parçuntaları sadəcə yuduzdurmuşam, dəyişib. Aydın oldu. Deməli, maşında motor diaqnozu ilə bağlı yaxınlaşdığınız səhv, vanusun aşıbqasını verirdi, səhvini verirdi. Ona görə də mühərrikin sökülməsini sizdən istəmişdilər. Bu həqiqətdə mən demirəm, xanım deyir. Onun mən sizə göstərirəm. Üzr istəyirəm, sepin uzanmağını demişdilər. Hətta sepin uzanmasını belə demişdilər ki, sep uzanar, ona görə də vanusdan səhv verir. Biz maşını bir dəfə sürüb qayıtmışıq bura. Maşının problemini çözülüb. Bura gəldiyimizdə bir 15 dəqiqədir. Deməli, yaxın gəlin, zəhmət olmasa. Bunlar salinoid datiklər gedir. Yəni vanusların komandanı birbaşa demək olar ki, mühərrikdə səhvlər olarsa, mexaniki şəkildə demir də vanusda problem var. Deyir ki, elektron şəklində salinoidlərdə problem var. Onu usta öz stajına əsasən olaraq aşkarlamalıdır ki, problem bu vanusun datikindədir, yəni salinoid datiklərdədir, vanusun özündədir, sepdədir və yaxud yağdadır və s. və ilaxır. Burada biz atverka verir zəhmət olmasa. Biz burada gördüyünüz kimi bu təzədir. Bu yenisidir. Baxın, yaxından bir dənə zəhmət olmasa. İcazə vereyim mənə. Bax, bu yeni vanusun, yeni salinoid datikdir. Bu isə bunun üzərində olan köhnəsidir. Və həmən ki, datikin aşıbqa verilən, baxın, bunun içində yağı görürsünüz. Əgər, mən sizə bir dənə şey deyirəm, bilməyənlər də bilsinlər. Əgər hansısa bir avtomobildə fərqi yoxdur. Bunu çıxart, bir dənə işləkimdə. Hansısa bir avtomobildə siz görsəz ki, bu şteker çıxırsa, vanusun datikidir, fərqi yoxdur. Və yaxud da yağın datikidir. Burada yağ varsa, bax görürsünüz, hələ də yağlıdır. Baxın, o birisini də çıxar indi. Burada yağ varsa, deməli bu datik içindən partlayıb, bunun içinə yağ verir, ştekerin içinə yağ verir. Bu yağın da nəticəsində, əlbəttə ki, bu maşın düzgün işləməməlidir. Baxın barmağıma, görürsünüz. Mən bunu özüm bilərəkdən yuduzdurmadım ki, bunu sürüm yoxlayayım. Problem aradan qalxıbsa, bunu yuyub yerinə qoyacaq. Baxın, yağdır. Amma indi gəlin buna baxaq. Burada elə də bir, burada görürsünüz, burada yoxdur, amma burada nəmlənmə nədir? Bu datiki çıxardıblar, köhnə datiki, hansı ustamız yoxlamaq üçün. Bura qoyub, eyni səhv yenə də yerlərini dəyişib, 0013 yerini dəyişib, təzədən qaytarıb xanım deyib ki, yerinə qoy. Bunu da bunun içində olan yağ bura çıxıb.
Bu iştəkirindən çıxıb. Yəni bunda qalandır. Amma bu datikdə heç bir problem yoxdur. Yəni siz iştəkiri karoti çıxartdığımız zaman görsək ki, burada belə yağlanma var. Deməli bu datik işləmir və ikinci növbədə bildiyiniz kimi 1.4 olan Chevrolet Cruze'larda mühərriki xodladığımız zaman şüpu çıxardanda, yəni yağın ölçəcək çubuğunu çıxardanda burada membran, üst kirişka və arxa kollektorun işləməsinə əsasən olaraq içəri çəkməlidir havanı. Bax burada bir dənə də membran var, Malibu var. İndi onda sizi yoxlayacağam, görəcəksiniz. Maşını indi xodlayın, zəhmət olmasa. Bax bu maşında ikinci problem nədir? Bu motor problemi düzəldədə sürdük biz. Buracan sürdüz maşın necə işləyir? Qane eləyirsiz. İlkin aldığım kimi yəni. Çox İlkin aldığınız kimidir. Yəni motoru biz usta yığdıq, deməli motor hazırdır. Siz dediyiniz kimi bir 2000 aldım xanımdan. Baxın indi ikinci problem nədir? Siz diaqnoz qoymusunuz, farsunkalar, sveçalar, mühərrik əsir. Bax gördüyünüz kimi əsir. Bax problem budur. Baxın. Bax. Bax əlimi bax qoyuram. Bax çəkir. Bax içəri bax. Bir dənə paket verin, içəri çəksin, çək. Baxın. Bax görürsünüz içəri necə çəkir. Baxın. Bax içəri çəkir, hava çəkir bu. Baxın. Bax sizə göstərirəm. Bu içəri hava çəkməməlidir. İndi o birisi Malibu xodda kapotunu aç, gəlirəm ora. Onun üçün biz nə etməliyik? Onun üçün biz əlbəttə ki, bu nəzarət çubuğunu yerə taxırıq buradan. Bunun burada içində iç membran deyilir. Bax iç membran da bax budur. Bax iç membran da budur. Bunun arxasında burada bax belə şarik olur. Bu şarik burada bu aralandığına görə, bu qopduğuna görə bax bura qopur. Bax barmağımı qoyduğum yerə diqqət. Bu ağzından çıxır aralı. Bu şarik burada bu aralandığına görə, bu qopduğuna görə bax bura qopur. Bax barmağımı qoyduğum yerə diqqət. Bu ağzından çıxır aralı qalır, amma orada qalır. Ona görə də bunun içinə yığılışan, karterin içinə yığışan qazı düzgün xaric eləmədiyinə görə, daha çox hava aldığına görə bu şüpu çıxardığında bu cür problemlər yaranır. Bunun dərdi budur. Bunu dəyişəndən sonra sonunda göstərəcəm sizə. Orada barmağım içəri hava çəkməyəcək. Onun üçün də sizə 3 dənə membranın dəyişilməsini demişdilər, düzdür? Bəli, onların detalı tam dəyişmə, nəinki yumaq yerinə qoymaq və ya farsunkalar. Bəli, farsunka dəyişməlidir, membranlar dəyişməlidir. Ay sağ ol. İndi bax keçdik bura. Baxın bu vakum sozdatelin orijinal GM-lə salniki. Bu vakum sozdatelin GM-lə olan prokladkası, bu üst krişkanın prokladkası orijinal hamısı GM-ləndir. Tam şəkildə 6 ay zəmanəti var. Bu da ki membranımız. İndi gedirik o birisi Malibun yanına. Görək onu çıxardanda o hava çəkir yoxsa çəkmir. Baxın baba sübut eləyirəm burada. Həmənki balada paketi get bura indi. Bax bunun mühərrikini biz yığmışıq. Motor bizim yanımızda yığılıb. Maşın sahibi hardadır? Mühərriklə bax yığılıb. Neçə gündür? 3 gün yığılıb. Necə işləyir maşın? Narazılıq yoxdur. Baxın şüpu çıxardıram indi bax buradan. Maşında heç bir əsmələr yoxdur. Bax. İşıq salağında bir dənə bura. Baxın. Bax. İçəri çəkmə yoxdur. Baxın diqqət. Bax içəri çəkmə yoxdur. Bax ağzına qoyuram. Bax çəkmir. Gördüyünüz kimi baxın. Barmağımı qoyuram, içəri çəkmir. Bunda əslində çəkməməlidir, sakit slobodun işləməlidir. Bunun səbəbi də onun içindəki membrandır. İndi biz ömənki membranı da açırıq, sizə göstərəcəyik oradakı problemi. Baba üst krişkanı götürürük. Bax qoy bunun üstünə, çox sağ ol. Qoyduq bunun üstünə. Xanımı çağırın maşının sahibinin oradan bura. Baba həmənki dediyim baba sapın klapanı, baba membran budur. Bunu çıxardırıq. İndi o qırıq çıxacaq, baxın. Ay sağ ol. Gördünüz başı yoxdur onun. İndi içinə baxırıq. Bax qırılıb qalıb orada. Baxır. İndi bizim kim ver oradan bizə sapın klapanı ver. Dəqiqə. Salam əleykum. Baxın, baba bu olmadığına görə havanı çox götürür. Bax bu uzun fırla. Gördünüz. Baba ayaqdan özümüzü buna görə öldürürdük. İndi bunu dəyişib bununla əvəz edəcəyik. Bununla əvəz edəndən sonra maşının problemi oradan qalxacaq. Sizin maşının problemi budur, baxın. Görürsünüz, bura deşikdir. Onun ucuna baxın, bax yoxdur düşüb, baxın. Ay sağ. İndi içində qırılıb qalıb. Onun ağzı aşağı içinə görə, ona görə hava çəkir. İndi siz bir dənə şey eləyin, fırlayın ağzı aşağı onu. İndi düşəcək onun içindən xırda bir şey. Maşınımızı indi test drive eləyirik.
Xanım bizə deyəcək Aha. necədir vəziyyət. Hər şey əladır. Bir dənə riskə qaz verin, siz deyirsiniz maşın getmir. Maşın çox qəşəng işləyir. Həddindən artıq Necədir qəşəng. maşının işləməsi? Çox əla səviyyədədir. Allah sizdən razı olsun. Çox sağ olun. Yaxşı ki, mən sizi tanıdım. Həqiqətən deyirəm. Xeyirli uğurlu Çox sağ olsun. olun. Düz sürün sonuna. Aha, solla. Ha, sol. Haydi. O qədər həyəcanlıyım, maşınım yaxşı işlədiyinə görə beynim Sol maşındadır. deyəm, sağ gedir. İtak düzəldi maşın. Hə. Allah. O sevincdən də hamısı, yəni. Motor diaqnozu qoymuşdular da buna. Bəli, yəni maşın apartulla, bu maşın zaydı, məsləhət görmürəm sürməyi. Onsuz da detallar dəyişsə də bu maşının ömrü azdır. İnjektorun ışığı söndü. Usta sən deyən kimi oldu da, düzəldi. Motoru yığdıq. Çox sağ olun. Sağ ol, xeyirli olsun. Təşəkkürlər. Ehtiyatlı ol, indi həyatından bu iki nəfəri vuracağıq. Aha.